Bu qısa videolar sözün əsl mənasında beynimizi çürüdür. 5-10 dəqiqə görüm dünyada nələr baş verir deyib girirsən bu tunelə və getdi. O 5-10 dəqiqə 1-2 saat olur. O görməli olduğun işi yarım saat sonra edərəm, saatın tamamında edərəm deyib axırda heç nə etmirsən. Edəndə də yorğun, halsız olursan. Yox, bunu qarışdırmayın. Bu tənbəllik deyil. Burada 2024-cü ilində sözü seçilən, müasir dövrdə brain rot, yəni beyin çürüməsi kimi tanınan anlayış işə düşür. Dr. Kayra Babinett belə deyir. Qısa videolar beyinə kiçik dopamin partlayışları verir. Ən xüsus da TikTokdakı o absurd videolar ki, bu da beynimizin mükafat sistemini pozur. Beyin yorulur, motivasiya yox olur və nəticədə heç nə etmək istəmirik, diqqətimizi cəmləyə bilmirik. Bu 2024-cü ildən bu vaxta kimi insanların diqqət müddətinin təxminən 3 dəfə azaldığını göstərən bir araşdırmanın qrafikidir və bu sosial medianın yüksəlişi ilə tam olaraq üst-üstə düşür. Beyin də əzələ kimidir, inkişaf etmək üçün çətinliyə ehtiyacı var. Amma biz hər boş dəqiqədə sosial mediaya qaçıb beynimizi dondururuq. Bu qısa videolar insanı hipnoz edir, düşünmə, təhlil etmə funksiyasını deaktiv edir. Hər yeni nəsil sosial mediadan əvvəlkindən daha çox istifadə edir. Bu da bizə ən böyük mesaj olmalıdır. Çünki məhz buna görə bu qrafik ortaya çıxır. Amma bir reallıq da var ki, həyat balansdır. Balansı qorusan zərərli şey faydalı ola bilər. Qorumasan faydalı olan şey belə səni məhv edər. İndi özünüz fikirləşin, nəyi necə istifadə etmək lazımdır. Bunu siz məndən də yaxşı bilirsiniz.